Yurdumuzun sənətkarı qonağımızdır. Yurdumuzun insanına gözəl söhbətlər, gözəl musiqilərlə qonaq gəlib. Deyim kimdir? Onu ən çox da gözəlliyi ilə sevirik. Sənətkarlığı, sənəti, səsi bir başqa. Azərbaycan xalqı olaraq, yurdun musiqisini sevən insanlar olaraq onu mən əminəm ki, hamı çox sevir. Amma həm də o gözəlliyi ilə dillərə dastan olan bir xanımdır. İllər keçsə də sanki gözəlliyi bu zamana meydan oxuyur. Dəyərli sənətkarımız, Azərbaycan Respublikasının xalq artisti Mələk xanım Eyyubova qonağımızdır. Xoş gəlmisiniz Mələk xanım. Çox sağ olun. O qədər gözəl sözlərlə belə qarşıladınız məni ki, o qədər gözəl sözlər dediniz ki, həqiqətən insanın o qanı oynuyor. Təbii ki, bu sözləri eşitmək çox xoşdur. Yəni illərdir eşidirəm bu sözləri və hər zaman da deyirəm ki, həqiqətən məni sevgi yaşadır. Sizlərin sevgisi, tamaşaçılarımın sevgisi, doğmalarımın sevgisi və bunu qazanmaq da çox çətindir. Görün, neçə illərdir, neçə 10 illiklərdir mən bu səhnədəyəm, amma bu sözləri hər dəfə eşidirəm. Nə qədər xoşdur, həqiqətən. Deməli, yaşamağa dəyər. Əlbəttə ki, yaşamağa dəyər. Həyat çox gözəldir. Gözəl yaşamağı bilən üçün daha da gözəldir və həqiqətən ürəkdən sevilən üçün bir başqaya maşallah. Sizin çox şükür olsun Allaha. Əminəm ki, şükür edən bəndələrdənsiz ki, bu qədər gözəl mükafatlarla mükafatlanmışsınız Allah tərəfindən. Həm ailə, həm sənət, həm xanımlıq, yəni hər şey şükür Allaha varsa. Çox şükür. Verən Allah da qoruyub saxlasın inşallah axıra qədər. Amin inşallah. 2026-ya necə gəlmisiniz? Çox gözəl. Yəni ki, düzdür. Deyirdilər ki, 2025 biraz çətin oldu. Çox çətin oldu. Çox çətin. Amma inanın ki, mən deyirəm ki, bəli, çətin oldusa da, amma şükür salamatıq. Çox şükür. Ölkəmiz salamat, insanlarımız, yəni min şükür. Allahım bizə bir daha o əzab, əziyyətli o günləri, o müharibələri göstərməsin. Amma şükür ki, yəni belə də xəstələndik, çətinlik çəkdik, amma yenə də salamatıq. Buna min şükür olsun. Min şükür. Və biz Azərbaycan xalqının, biz Azərbaycan millətinin xüsusiyyəti var da, yəni bu da ki, yəni o bizim inamımız ki var, o inamımızı Allah heç vaxt öldürməsin, o inamla yaşayan insanıq və hər zaman o dualarımızda, o arzularımız mütləq ki, o yer tutur. Və ilin sonunda da mən düşünürəm ki, hər bir kəsin ürəyində olan arzuları var, gizli arzuları var, heç kəsə deyə bilmədiyi arzuları var və onları hamı kimi mən də öz ürəyimdə, öz qəlbimdə bu ildən gözləntilərim, bu ildən o umduğum arzularım var ki, onların hamısını bir demişəm. Manifestlənmişsiniz. Yazmışam. Aha, siz də onlardansınız. Siz də onlardan deyiləm. Qəlbim Amma yəni buna inanırıq. Doğrudan da ürəyimizdəki qələmə köçəndə daha tez reallaşır. Yox, çox belə rituallar deyirlər. Bunu yaz belə, elə. Yox, sadəcə yazıram ki, yadımdan çıxmasın. Mən nə istəmişdim Allahdan? Çox şey istədim bax. Hətta. Yaxşı, bir ikisini bizə deyəcəyiniz qədər 2026-da Mələk xanım nə gözləyir? Bilirsiniz, təbii ki, mən bir Mələk xanım olaraq, bir insan olaraq, bir ana olaraq, bir sənətkar olaraq istədiklərim yalnız ailəm üçün, balalarım üçün gözləntilərim var. Onların dualarını etdim. Sağ-salamat olmalarını. Sonra bu sənət aləmindəyəm, səhnədəyəm illərdir və onunla bağlı dualarım var.
təbii ki, hər bir insan kimi mənim də Allahdan hər zaman istədiyimiz ruzumuz, bərəkətimiz, öz ocağımız üçün, öz evimiz üçün dualarımız var. Ruzumuz üçün dua edirik, sağlamlığımız üçün dua edirik. Məsəl üçün hər zaman özüm üçün dua eləyəndə deyirəm, Allahım, bu səsi mənə vermisən, onu həmişə yəni qorumağı nəsib elə. Çünki qorumağı nəsib elə ona görə ki, yəni elə şey var ki, biz onu qoruya bilmirik. Bəli, bəli. Çünki bu sənətlik, istisi var, soyuğu var, küləyi var, tozu var. Yəni məcbursan, qoruya bilmirsən, amma bizi qoruyan Allahımızdır. Və bax, yenə deyirəm, yəni ailəmin qorumaq üçün dualar etdim, dediyim kimi ruzum üçün, balalarım üçün. Allah qəbul etsin. 2026 reallaşdırsın bax, inşallah. Belə dualarım var. Qoymadın ki, gizlin qalsın. Bir neçəsini sosial şəbəkədən bildiyim üçün deyirəm, qızınız Nəzrin ana olmağa hazırlaşır. Allah sağlam Heç nə gizlin qalmır. Təbii ki. Biraz o blogerliyi var deyə. Hə də el gözü tərəzidir də, ölçürlər, biçirlər tərəzi. Təbii ki, təbii haldır. Hər kəsin balasını Allah salamat inşallah. Nə vaxtda təxmini? Gəlin onlardan danışmaya. Yaxşı. Mələk xanım, əslində Mələk xanım Eyübova həmişədən şəxsi həyatını heç çox sənətə yansıtmayıb da. Yəni insanlar olaraq biz onun şəxsi həyatını bilməmişik. Amma bəli, indi də yəni onlar sosial şəbəkədə məşhur olduqlarına görə mən deyirəm, yəni ki, yoxsa demirdiniz heç. Yəni arada bir nəzrinə deyirsinizmi ki, qızım indiyə qədər mən bunu qoruyurdum, sən niyə bu sosialda məşhurlaşdın? Yox, bilirsiniz, hər şey Allahın əlindədir. Əgər Allah Taala, mən bunu bir daha mən öz balalarımda yəni gördüm və sübut elədim. Çünki dediyim kimi mən hər zaman efirlərdə də deyirdim ki, mənim heç vaxt uşaqlarım, evladlarımı bu sənətə gəlməyinə razı olmamışam. Təbii ki, yəni heç onların o dərəcədə belə səs istedadları olmayıb ki, mən onların qarşısını kəsim. Amma yəni uşaqlıqdan Nəzrinin rəsmə çox böyük yəni marağı var idi, dizayn, modaya. Amma hər zaman mən qorudum onları səhnədən, o kütlədən, tamaşaçıdan ki, onlara elə bir savad verdim ki, oğlumu ümumiyyətlə xarici ölkələrə göndərdim. Orada oxudu ki, tanınmasın burada. Amma dediyim kimi, əgər Allah Taala bu alına yazıbsa ki, onlar tamaşaçı, xalqın sevgisini görəcəklər. Onlar elin içində olacaqlar. Deməli, o bizdən asılı olan bir şey deyil. Və fırlandı. Onlar efirə, çəkilişə gələndə onlar çəkilmirdilər. Amma biz efirə, yox, istəmirik. Bizi bax, çəkdirmə ha. Axır illər onlar indi kiçik olanda çəkilirdilər. Bir əski böyüdülər. Mən artıq gələndə çəkilişə, mən stolda tək otururdum. Yoldaşımın indi elə bir işi var idi ki, ona icazə vermirdilər ki, efirdə görünsün. Uşaqlarım da özlərinə qadağa qoymuşdular. İndi deyirəm, ay bala, nə oldu? Mənə tək qoyurdunuz, mənim yanımda da oturmurdunuz. İndi bütün günü, bütün ailə efirdəsiz, maşallah. Deməli, bunu eləyən hamısı, vallah Allahdır. Allahın alın yazısıdır. Heç vaxt deməklə deyil ki, insan bir gedəcək yol varsa, o yolu onsuz gətirir, çıxar onu. Amma niyə nəzrindən belə rahatlıqla sor? Çünki sizin də dediyiniz kimi, o blogerliyi, influencerlığı biraz göz önündə oldu və bir də maşallah gözəlliyi o qədər tanındı ki, Nəzrin, bir də anasına bənzir təbii ki, gözəlliyi və bir də üstünə bir mərdanla tanıdığımız bir sənətçi ilə ailə qurduğuna görə biraz daha fenomenə çevrildi və istərsiniz gözlər onların üzərində qaldı ki, nə gözəl alındı. Hətta çox üzr istəyirəm, bunu müəyyən çərçivələrə təbii ki, sual verirəm. 4 övladdır. Nəzrin kiçiyi də böyüdü. Nəzrin 3-cü övladdır. Ortancıldır. Ən son beşiyimiz var, Nicat. 21 yaşı var. Nə gözəl. Hələ son beşiyimiz var. Şükür Allah. Bəs ilk nəvə Nəzrindən mi yoxsa artıq siz var idi? 4 nəvə var mənim. Ay maşallah, ay maşallah. Böyük qızımla Cəfərdən hərəsində 2 evladı var. Allah saxlasın, Allah saxlasın. Nəzrindən də sağ-salamat inşallah. Subayınız üçün də olsun inşallah. Çox sağ olun. Və yenə də gətirirəm Yaradanın yəni ona inanmaq. Təbii ki, biz qurban olmaq Allah hər zaman inanırıq. Yəni o sübut olunan işləri deyirəm.
Nəzrin görün neçə yaşında ailə qurdu, gec ailə qurdu. Yəni Nəzrin ki, uşaq vaxtından evdə maşallah hər gün evdə toy bayramda ana oxuyur, evdə tələbələr gəlir oxuyur. Aha. Yəni hər zaman şənlik, hər zaman demək, gülmək, belə bayram əhval-ruhiyyəli bir ailədə böyüyüb Nəzrin ona görə ailə qura bilmirdi. Belə kim olurdu onlara belə soyuq, belə Rustumca skuçna baxırdı, belə darıxdırıcı. Amma mən ona necə ailə qura bilərəm? Mən darıxaram ömrü boyu belə. Elə bil Allah ona gətirdi, qismət elədi. Mərdana bütün günü dev gül, oyna, çal, oxu. Özü Mərdan da xaraktercə elə, yəni eyni, bəli, eyni. Elə bil ki, düzünü deyim Mələk xanım, məsələn biz o vaxtı bu şayələr ilk dəfə gəzəndə ki, bəs Mərdanla nişan biz də bu sahənin içində idi, qulağımıza çatırdı da. Mən deyirdim ki, görəsən Mələk xanım necə anadır, qızına yox, indi müğənniyə də qız vermək biraz asan məsələ deyil də, yəni. Deyirdim yəqin Mələk xanım qoymaz, yalan söhbətlərdir, icazə verməz. Mən bu eşidəndə dedim, Mələk xanım nə yaxşı buna razılıq verdi. Bilirsiniz, buna da aydınlıq gətirim. Çox suallar olur. Amma yəni çox da danışmaq istəmirəm. Sadəcə fikrimi deyəcəm. Bilirsiniz, müğənniliklə deyil, insanlıqdır, kişilikdir, xanımlıqdır. Yəni mənim zamanımda da xanımlarla ailə qurmurdular. Hələ o zamanda, yəni niyə görə? Bu o demək deyil ki, yəni Allah eləməmiş pis baxırlar. Sadəcə istəyir xanım olsun, istəyir kişi olsun, bu sənətdə olanda özümüz bilirik də. Evdə tapılmırlar da, yəni bütün günü konsert, toy, nə bilim, qastrollar. Yəni evdə bir ailənin üzünü yəni az görmək olur da. Ona görə bunu hər kəs qəbul eləyə bilmir o baxımdan. Amma yəni mən ailə qurandan sonra inanın ki, yəni mən bunu özümdən demirəm, bütün bizim gənc xanımların hamısı sonra ailə qurdular. Və onların özləri də, onların ailələri də deyirdilər ki, biz sizi səhnədə gördük. Və biz gördük ki, oxuyan müğənniliklə deyil. Yəni bir xanım, yəni həm ailəsinə baxır, həm evlad böyüdür, həm səhnədədir və o hamısı nüanslar, hamısı da şərtlər hamısı da yerində öz yerində, mədəniyyəti, tərbiyəsi, hər şeydə öz yerində. Yəni bu deməli müğənniliklə deyil. Və Mərdan da belə. Çünki Mərdan müğənnidir. Mərdan bu sənətdədir. Amma maşallah indi mənim deməyim biraz ayrı cür çıxar. Yəni amma deməli əgər bu gün Mərdan Nəzrinlə evlənibsə, deməli mən onu həqiqətən deməliyəm ki, Mərdan əsl bir kişi xarakterli, əsl mərd bir insan, Mərdanın xasiyyəti, yəni o dediyim bütün o keyfiyyətlərin hamısı yəni Mərdanda var. Doğrudan da elədir. Biz onu sahədə tanıdığımız insan kimi əlbəttə, deyirəm. bunu mən deməklə deyil, bunu efirlərə gəlir, insanlar arasındadır, yəni hər kəs görür və hər kəs də qiymətini verir. Təbii ki, indi qiymət verən Allahdır, qurban olduğumdur ona və ona görə də onlar bir-birini çox da gözəl görünürlər, çox yaraşırlar, tapdılar, sevdilər. Allah rast gətirir. Qonağımız Respublikamızın xalq artisti Mələk xanım Eyyubovadır. Gözəl bir ifa da səsləndirdik. Mərdan və Mələk xanımın ifasında Nə üçün səni mən unutmam çox gözəl ifalardan birisi olmuş. Çox səs gətirmişdi hətta. Möhtəşəm bir ifa idi. Yaxşı başlamışıq verilişimizə. Səmimi söhbətlərlə başlamışıq. Təbii ki, Mələk xanımın səmimiyyətinə olsa şübhəmiz yoxdur. İllər də onu elə buna görə də ümumiyyətlə efir elə bir şeydir ki, radio, televiziya hər şeyi qabardır 5 qat. Səmimiyyətsizlikdə 5 qat artıq yansıdır. Səmimiyyətə də 5 qat artıq yansıdır. Ona görə insanlar əbəs yerə birini sevmirlər. O sevgi, yəni sadəcə görünüş və səsə görə deyil, səmimiyyətə sevirlər insanlar. Hər adama inanmırlar. Bəli. Hər kəsə yəni o içdən daxilən o səmimiyyəti, təbiiliyi görməsələr heç vaxt inanmazlar, heç vaxt. Yəni yalandan bizim xalqımız, millətimiz onu o qədər ayıq millətdir ki,
o dəqiqə onu hiss eləyirlər. Həqiqətən də və bir də deyirlər ki, kim o sözü deyirə də çox əhəmiyyət verirlər. Misal üçün bu gün Mələk xanım əgər ailə dəyərlərindən, xanımlıqdan danışırsa, daha ciddi qulaq asırlar. Çünki örnək nümunədir. İllərdir bunu qoruyub saxlayan ən gözəl nümunələrindən birisi və sənətdə olub bunu qorumaq çox çətindir və bir də gözəl bir xanım üçün bunu qorumaq çox çətindir. Və bu xanım bunu deyirsə, qulaq asırlar. Hətta mənim anam indi buradan dinləyirsə salamlayıram. Allah can sağlığı. Məsəl üçün mən çox sağ olun, Allah bütün valideynlərimizi qorusun. Nəysə bir geyimlə bağlı bir şey eləyəndə efirdə deyirdi ki, niyə belə deyirdim, mama mənim sənətim, mənim geyimimlə niyə elə deyirsiniz? O boyda Mələk xanım var, sənətkarlarımız var, illərdir geyimi, keçimi elə efirdə olmaq o deməkdir ki. Bəli, əlbəttə. Yəni həmişə örnək nümunələrdən olursunuz. Bəli. Mən adicə məsəl üçün elə Nəzrin nə yaşı var? Nəzrin misal üçün blogerdir da. Elə şey var ki, onu paylaşmaz. Yox, amma insanlar mənə inanırlar. Mən nə deyirəmsə, ona inanırlar. Mən onu yalandan eləyə bilmərəm. Yəni hələ o yaşda artıq inam qazanıb. Ona görə inam qazanmaq bayaq dediyi asandır bəlkə, amma onu saxlamaq çətindir. Çox çətindir. Çünki o inamı qazanıb sonra orada onu da insanlar tez tuturlar. Mələk xanım, çox həssas insansınız, hə? Elə görünür. Bürcümdən irəli gəlir də. Nə idi sizdə? Qız? Əqrəb. Əqrəb. Oo, əqrəb qadını. Onda siz saxlayırsınız, unutmursunuz heç nəyi. Yaxşılığı da, pisliyi də. Bəli, mənə bax, bir nöqtə boyda yaşlılıq olsun ömrümün sonuna canında. Elə deyəcəm, falan kəs mənə, bəlkə adi bir şeydir. Heç adam var nə boyda ona yaşlılıq eləyirsən, bir anın içində heç elə bil, heç nə eləməmsən. Mən onu yadımdan çıxartmaram, o mənə bunu elədi, o mənə bunu belə dedi, bu sözü mən, o sözü ilə mən belə oldum, falan oldum, o adamın xəbəri yoxdur, deyib gedim. Mən onu böyüdürəm ki, yox, o insan mənə, bəlkə də qurban Allaha, çox yaxşı bir şeydir də. Yəni, yaxşıdır, amma pisliyi də unutmursunuz, o da yaxşı bir şeydir. Pisliyi unutmamaq bilirsiniz nədir? Mən deməzdim ki, mən belə o dərəcədə kinliyəm. Kinli deməyim, amma silirsiniz, bitdi. O adam gəlib... Bilirsiniz nə vaxt silirəm? Bilirsiniz nə vaxt silirəm? Çox geç silirəm, mən. İllər belə, o dayı belə mənim dirənər ora ki, o vaxta qədər inanıram. Və ona elə bir zaman verirəm, elə bir istəmirəm silmək ki, bəlkəm, yox, belə deyil. Bilirsiniz nəyə görə? Bir xasiyyətim var ki, sonra peşman olmuyorum. Bəlkəm elə bir, misal üçün, səbəb gətirəcək ki, mən peşman olaram, özümü qınayaram ki, mən niyə belə elədim? O da var məndə. Ona görə o qədər onu sınaqdan keçirdəcəm, bir də görəcəm 10 il keçib, 15 il keçib, hələ mən bunu sınayıram, bax, mən beləyəm. Amma da o dərəcəyə çatar ki, mən o adamı silərəm. Var sildikləriniz? Var. Və heç vaxtda yazmazsınız birdən? Valla nə bilim, belə xasiyyətim var, bir də görüb gəlib biraz tuvar çəksələr, bəlkə də bax. Siz dəqiq əqrəbsiz. Nə bilim, mən də hərdən özümdən şübhələnirəm. Onda sizin yüksələniniz dolçadır. Oğlaqdır. Oğlaq, ona görə. Oğlaq, dolça, bunlar yumuşaq. Ona görə xoşum gəlmir hərdən xasiyyətimdən ki, niyə belə çox yumuşağam mən? Yenə deyirəm, bax, sildim, silmişəm. Bir də gəlib bir dənə göz yaşı töksə, desə ki, yox, valla belə dördü belə, yenə də mən onu qəbul eləyəcəm. Və ona görə də xoşum gəlmir özümdən. Yəni, o %100 oğlaqdan keçən İnsanlıq halidir də. Lənət olsun içimdəki insanlıq. Qurtlar Vadisində bir söz var. Amma o birisindən olsaydı lap yaxşı olardı. Sildin. Çünki əqrəblərin çoxsu elədir. Gec silirlər, amma sildə bir də heç vaxt yazmırlar. Yəni, dünya aləm dağla biraz... İndi mənə eşidərlər elə, sonra başıma oyun gətirərlər. Olsuz da. Mələk xanım, sənətdə artıq neçə ildir sənətdəsiz? Deyəndə biraz çox çıxır. Nəyə görə? Çünki mən universitet o vaxt İncəsənət Universiteti deyildi o vaxtı. Mirzə Ağayev adına İncəsənət İnstitutu da. 80-ci illərdə mən institutda oxuyan ildən tanınmışam. Və institutda oxuyan birinci kursdan mən artıq İrs folklor ansamblında oxumuşam. Sonra dəvət almışam. Səyid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində işləmişəm. Cabbar Qaryağdıoğlu adına muğam üçlüyündə. Yəni mən 80-ci illərdən artıq institutda oxuyan illərdən mən artıq
tanınmışam və ölkələri gəzmişəm, dünyanı gəzmişəm, muğamımızı, musiqimizi təbliğ eləmişəm, səhnələrdə, dövlət tədbirlərində olmuşam və ona görə mən və mənim əmək kitabçamda 80-ci ildən açılıb, hətta mən dediyim kimi birinci kurs tələbəsi ola, yəni Artıq o vaxtı mənə işləyirdiniz. çox istisna hallar olub, mənə hər şey icazə verilib. Çünki O vaxtı say seçmək biraz təvəzzökarlıqdan uzaq olsun. Mən ilk gənc belə idim ki, yəni 80-ci illərdə hamısı bizim bayaq adını çəkdiyim o muğam üzrə və yaxud da ki, orkestrda hamısı artıq illərini vermiş sənətkarlar idi. Şövkət xanım, biri sənətkarlarımız və yaxud da ki, muğam ifaçılarımızdan. Ona görə belə bir səs gəlmişdi, hamı maraqlıydı. Hamı belə çox sevinirdi ki, belə bir səs gəlib də, yəni belə bir sima, belə bir səs və belə hesab eləndə 45 ildir. Bəli, 45 ildir bu səhnədəsiz, sənətdəsiz hətta. Bu sənətdə ailə dostlarınız var, sənət yoldaşlarınız arasında? Yəni gedişli, gəlişli. Bəli, ailə dostlarımız var. İndi gediş-gəliş mən hər zaman deyirəm ki, o əvvəl lap çox idi, əvvəlki illərdə. Amma indi elə zamandır ki, gediş-gəliş yalnız bir xoş günlərdə. Hə də yəni evinizə gələ biləcək birisi. Bəli, Allah pis gün göstərməsin. Yəni əlbəttə mən həmişə ailə dostlarımız, Alim Qasımov olub, ailəsi ilə hələ o illərdən Möhlət Müslümov olub, o illərin sənətkarları. Bu ailələr bizim əsl gedib gələn ailələrimiz, dostluğumuz olub. Hətta atamla, qardaşımla, hətta bizdən əvvəl biz hələ ki uşaq olanda bizim ailəmizlə, o ocaqla dost olublar, toylara gediblər. Amma sonra da bu sənət aləmində, yəni mənim dost deyəcəyim belə xanımlar var, Nuriyə xanım var, Simarə xanım var. Salamlar, xeyir versin. Bəli, sonra yəni çox sənət dostlarım var ki, vacib deyil evə gedib gələsən, amma yəni o sənətkarı, o sənət dostunu ki, görəndə səmimiyyətlə onu qucaqlayıb bir xoş söz deyirsən ya, səmimiyyətlə. Bəs sirrinizi necə bölüşürsünüz? Bilirsiniz, sirrim... Ailə sirrinizi, öz Yox, söhbətinizi... mən ailə sirrimi heç kimlə bölüşmürəm. Çox vaxt ya ailədə, ya da ki, özümlə, yəni onu həll eləyirəm, onun həllini tapıram. Yəni sənətdə olan... Mənim dostum Nəzrin olub. Qızınız. Hə, qızım olub. Böyük qızınız yox, üçüncü qızınız. Nəzrin, balaca. Uşaqlıqdan hə, Nəzrinlə dost olmuşuq biz. Nəzrinlə bölüşmüşəm. Təbii ki, indi Nəzrindən aid olan elə şeylər var ki, təbii ki, onun Nəzrinlə də mümkünsüzdür bölüşmək. Yəni o ailədə ya da ki, özüm. Siz bibi-ilə böyümüsünüz, şəhərdə böyümüsünüz. Çünki dediyiniz sözə qüvvət. Mən 5 yaşından artıq Bakıda böyümüşəm. O 5 yaşına qədər nə görüb götürmüşəmsə, bacımdan, qardaşımdan, təsəvvür edin ki, dil açandan mən oxumuşam. Dil açandan? Bəli, 3 yaşından Polad müəllimə həmişə deyirdim ki, mənim yubileyimi keçirtdi Moskvada. Keçirdəndə mən orada oxudum, dilin canıncı dənirdi. Dilin canıncı. Dedim ki, Polad müəllim səhnədə oturmuşdu. Dedim, Polad müəllim, mən 3 yaşında bu mahnı ilə dil açmışam. Ay. Hə. Necə qulağa öyrəşibsə, evdə tez-tez səslənib deyə qulağınız da alışıb. Bəli, mən bu, yəni uşaqlıqdan sonra da yayda tətil olanda mütləq ki, gedirdim və orada bacımdan, qardaşımdan. Onlar ifa edirlər, onlarda var səs, bacarıq. Ramalın atası, Allah rəhmət eləsin, qardaşım. Əlbəttə ki, o el xanəndəsi idi qardaşım, mənim çox gözəl səs tembri var idi. Necə bax, Ramalda, Visalda, onlarda bu səs var. Ataları ondan da gözəl səsi var idi. Məsəl üçün, Mir Kamilin necə gözəl səsi var, bacımın ondan da gözəl səsi. Bacım oxuyanda mən utanırdım ki, necə gözəl oxuyur, bəli. Amma özü ifa eləmədi də, yəni profesional səhnəyə gəlmədi.
Hə, gəlmədi professional Siz səhnə. indi 5 yaşından Bakıda bibinizlə qaldınız. Bibiniz sizi himayəyə mi götürdü? Övladı mı yox idi yoxsa? Evladı yox idi bibimin. Amma o ana üçün çətindir ya. O necə verib sizi? O vaxtı O nəsə vaxtı normal idi. o vaxtı normal olub. Belə bir evdə 8-9 uşaq olub. Hə birini apar. Hə birim yox, həmişə deyirdim, Allah rəhmət eləsin ölənlərinizə. Deyirdim ki, sən necə verdin də? Deyirdi ki, valla mən verməmişəm də. Vaxtı nənən istər-istəməz baxıb ki, qızının evladı yoxdur. Hə, o vaxtı da qaynana nə dedisə, gəlinin ixtiyarı nədir ki? Həqiqətən. Hə, onun sözünün qarşısına söz desin. Hə, deyir ki, sən hələ dünyaya gəlməmişdin. Dedi ki, heç bilmirlər qız doğulandı. Qız olacaq, adını da özüm qoyuram, Mələk xanım olacaq və qızıma verilib. Qızıma, hə. Neçənci övlad idiniz? Mən olardı da bir Ortada yəqin. bəlkə 6-cı, neçə, hə. Məndən Yəni. sonra 1-2 dənə də qardaşım olmuşdu, hə. Və siz dünyaya gəldiniz amma üçümüzü 5 yaş. Çünki o vaxt mənim mamam həmişə danışır. Məni də bibim götürmək istirmiş, qızı yox imiş deyə. Mamam indi bizə 4 dənə imiş də. Ona görə anam tutub saxlaya bilib 8-9-u saxlamaq olmur axı çətin ya bibi də. Əlbəttə. Heç sonsuz da indi. Amma həqiqətən bəzən kədər kimi baxdığımız hadisələr, məyusluqla qarşıladığımız hadisələr böyük bir xoşbəxtliyin başlanğıcıdır. Bəlkə siz Bakıda yaşamasaydınız, bibinizin himayəsində Və mən olmasaydınız. həmişə ümumiyyətlə bayaq verilişimiz başlayanda dedimi, həmişə onu yaradanın bir taleyi ilə, qisməti ilə bağlamışam ki, və niyə görə məhz mən və mən heç vaxtı peşmançılıq hissi yaşamamışam. Sadəcə həmişə deyirdim ki, istəyərdim mən bir dənə onu hər zaman belə yaşayıram ki, bacı-qardaş doğmalığı hissləri, çünki mənə imkan verməyiblər ki, mən bilim olar mənim bacım qardaşımdır. Hətta bilmirdiniz. Bəli, mənim bibim imkan verməyib. Kaş ki, heç olmasa imkan verərdi ki, mən onlarla o bacı-qardaş hissiyatını yaşayım, doğmalığını yaşayım. Amma onda da orada istəyəcəydiniz Və bir dənə oradan əskiyliyim qalıb. Düzdür, mən onlara ömrü boyu çox istəmişəm, amma necə dayı qızını, dayı oğlunu istəyərlər, o istək yəni. Bəs neçə yaşında bildiniz ki, onlar qardaş? Mən artıq orta məktəbdə oxuyurdum, 10 yaşından biri böyüdüm, mənə demişdilər. Amma yenə də belə dumanlı kimi deyirdilər, heç inanmırdım. Yəni indiki uşaqlar kimi deyil, bizim beynimiz o ki, yəni məni veriblər belə. O vaxtı hər şeyi belə qorxaraq elə bil qəbul edirsən, özündən uzaqlaşdırsan, yox, elə şey yoxdur. Çünki burada sevgi var axı. Bibimi o qədər çox istəyirdim ki, o qədər o mənə sevgi vermişdi ki, elə bil o qorxu gəlirdi ki, mənə yox, mənim anam budur. Bax, belə şeylərlə üz-üzə qaldım. Bəs o dərk elənən yaş gəldi. Adətən bu 13-14-lərdə gəlir də o yeniyetməlik dövrünün keçid dövrlərində. Onda belə bir əksiklik hiss eləmədiniz ki, ayda kaş orada anamı istəyirəm. Yox, bilirsiniz, mən artıq belə böyüdüm ki, sevgi ilə böyüdüm. Yəni bibim heç nəyi məndən əsirgəmədi, sevgini heç vaxt əsirgəmədi, artıqlaması ilə verdi mənə sevgini. Hər zaman düşünürdüm ki, mən orada öz-özümə tək qalanda ki, mən orada yaşasaydım, o sevgi 7-8 yerə bölünəcəkdi. Məsəl üçün, mən artıq belə öyrəşmişdim ki, hər şey mənə sevgi, biraz yaxşı mənada belə qayışdı. Mən sonra, mən uşaqlıqdan o qədər bibim məni yükləmişdi, yaxşı mənada. Musiqi məktəbinə qoymuşdu, qarmon sinifinə, 5 il qarmon sinifinə gedirdim, oradan gəlirdim öz fəaliyyətə, oradan gedirdim canlı efirə, Azərbaycan Dövlət Televiziyasında Əsər Cavanşirovun rəhbərlik etdiyi Bənövşə uşaq xoru var idi, orada canlı efirlərə çıxırdım. Yəni o qədər yüklənmişdim ki, yada heç nə düşmürdü. Gözəl mənada həyatınızı gözəlləşdirir. Həyatımı bəli gözəlləşdirir, o yandan dərslərim, belə ki, yəni mən yayda da mütləq gedirdim tətildə, orada da gedirdim, oxumaqlar öyrənirdim orada. Ya əslində bəlkə də bacı qardaşlarınızın qibtə ilə baxdığı birisi olmusunuz ki, orada qalır, hərdən, onlar bacım qardaşım sonra gəldilər, institutu bitirdilər, getdilər.
həmişə böyük bacım, Allah can sağlığı versin, Məlahət Amin, bacım amin. deyir ki, ay Allah bilsəydim burada vergül qoyum niyə görə? Çünki məndən əvvəl ən birinci evladlarını veriblər bibimə. Ramalın atasını veriblər. Onlar biraz Aha. böyük olublar. Bir neçə yaş böyük olublar. Onlar qaçıb gəliblər. Ananı tanıyırıq. Sonra ananı. böyük bacımı veriblər. Aha. Onlar da qaçıb gəliblər. Sonra nənəm belə qərara gəlib ki, uşaq dünyaya gəlsin, yəni biraz yaşı keçsin, verək ki, bilməsin. Hə, ona görə bacım həmişə deyir ki, bilsəydim qalardım orada. İndi mən də xalq artisti olardım. Belə eləyir zarafatça. O talih Deyirəm yazılanda ki, yazılır. ay bacı, hər adam xalq artisti olur. Yəni o bəxti verən Allah təbii ki yazını Allah seçimləri bizə təqdim edir. Onunla siz də müəyyən yaşa O gəlib sözünüzün qüvvəti oldu. Onlar da qibtə eləyiblər. Hamısı belə bilsəydik qaçmazdıq, gəlməzdi elə. Orada qalardıq. Deyirəm, hər orada qalan mələk xanım olur. Yəni həm də ki bu şans təqdim olunub. Bu demək ki mən bəxtimə yazılıb ki mən qəbullanmışam və qalmışam orada. Təbii ki Allah bəxtini də, taleyini də ən gözəli nəsib etsin. Yəqin ki biriniz dünyadan köçüb hər halda. Allah rəhmət eləsin. Davam edirik qısa fasilədən sonra gözəl musiqilər, səmimi söhbətlər dinləyirsiniz. Çünki bugün yurdumuzda qonaq, gəl bizə də qonağımız Azərbaycan Respublikasının xalq artisti Mələk xanım Eyyubovadır. Mələk xanım, düzdür, onsuz da dediyim kimi televiziya məkanlarından, ümumiyyətlə sizin müsahibələrinizdən səmimiyyətinizi sevir xalqımız. Amma mən bir-iki dəfə sizlə efirdə müsahibə olmuşdum, redaktor olduğum, layihə rəhbər olduğum vaxtlarda. Mən həmişə düşünürdüm ki, Mələk xanıma sual verəndə ehtiyat eləmək lazımdır. Çünki çox gözəl bir şəkildə sərhədlərinizi bilirsiniz. Həm çox səmimi cavab verirsiniz. Bir müsahib olaraq çox maraqlı müsahibsiz. İnsana istədiyim sualın qəşəng cavablarını verirsiniz. Amma həm də o yəqin o əqrəb bürcündən irəli gəlir. Bir duruşunuz var ki, bir sərhədiniz var ki, qızım o sərhəddi keçmə. Mən sənə istədiyin cavabı verəcəm. Həyatda da belə olmusunuz yəqin ki. Ona görə siz həm bir xanım kimi, həm bir sənətkar kimi bu bariyerləri qoruyub saxlaya bilmisiniz indiyə qədər. Bəli. Bəli, o məndən asılı olan bir şey deyil. Mən o qədər belə yaxın, səmimi olduğum insanlar var ki, məsəl üçün, yəni getdiyim yerlər var, klinikalar var, gözəllik salonları var. Yəni mən onlarla heç vaxtı belə özümü yüksəkdə tutmuram da, mən kiməm? O qədər mehribanam. Görürəm ki, onlar yenə də belə kənarda sıxılırlar. Deyirəm, axı mən sizə o sərbəstliyi verirəm. Deyir, nə olsun, nə qədər sərbəstliyi verirsənsə, sizin sərhədiniz var, keçə bilmirik onu. Və özümə deyirəm ki, yəni belədir. Sonra deyirəm ki, məndən asılı deyil də, yəni. O, nə qədər mehriban da olsam, nə qədər irəli buraxsam da, deməli, o gözə görünməyən o sərhəd var. Hə, o da, yəni, mənə aid olan, mənim, yəni, məncə elə olmalıdır. Bir xanım Məncə, üçün bir çox xanım gözəl üçün, bir sənət adamı üçün, bir sənətkar üçün. Bilirsiniz, bir də olur ki, gözləmədiyin, yəni çox səmimiyyət eləyəndə gözləmədiyin elə bir sözü eşidirsən, elə bir fikri, elə bir ki, diskinirsən ki, mən deyəsən çox səmimi olurum. Elə onu eşitməməkdən ötürü və yaxud da ki, o hissi keçirtməməkdən ötürü əvvəlcədən. Bu buradadır bala. Yerində ol. Yaxşı, Mələk xanım, o sərhəddi keçəndə kimsə, istəyir televiziya, istəyir həyat, fərqi yoxdur da, ətrafınızdakı insanlar olaraq. O sərhəddi kimsə keçəndə nə edirsiniz? Reaksiyanız necədir? Yox, mənim həyatda bu sənət aləmində illərdir sənət yoldaşlarımla yol yoldaşı olmuşam. Təbii ki, yüzlərlə tədbir, bu təbii haldır. Bəli. Kim öz yerini bilməyibsə, sərhədi keçibsə, mən heç zaman mənim o davranışımda o əsəbilik, artıq söz demək, acılamaq, hər bir kəs, çünki hər zaman məndən danışanda heç vaxt o söz işlədilməyib ki, həmişə deyilib ki, Mələk xanım, yəni belə. Bəli. Mən sadəcə
üzümü çevirib gedərəm. Yox sayırsınız. Tabii. Ən gözəl cavab. Çünki olub biz qastrollarda olmuşuq. Allah rəhmət eləsin, dünyasını dəyişən xanım sənətkarlarımız olub. İstəyiblər məndən məcburən məni o qalmaqala çəksinlər. Aha. Yəni belə məsələlər olub. Mən demişəm ki, bilirsiniz nə var? Mən elə adam deyiləm. Mən sadəcə bugün o səmimiyyətlə bir sənət yoldaşı kimi salamlaşıram, danışıram. Amma mən bugün səndən intrigaya girəcək adam deyiləm. Sadəcə yolduyuq, danışıram, ünsiyyət saxlayıram. Amma yolduyuq ona görə. Qayıtdıq, mən səni tanımıram, üzümü çevirib gedəcəm. Yəni mənim xasiyyətim budur. Heç vaxt intrigaya girmərəm və acılamaram. Mən durub əsəbi danışıram. İllərlə insan var ki, lap sənətdə də olan insan. Həmişə intriga aparan insanlar var. Yəni var. Belə bilirsiniz, görəndə dedim, salam, necəsən? Getdim. Öz qəlbi ilə qalsın. Hər kəsin Allah qəlbinə, ürəyinə görə versin. Amin. Kimisinə duadır, Mən kimisinə hər qayğır. vaxt o dualarım var ha. O dualarımda deyirəm, Allahım, mənim bu içimdə o qəlbim var ha. Onu heç vaxt kirlətməyə qoyma. Amin. Mən kimə görə soranı niyə kirlədim? Mən mərhəmətli insanam. Mən kimə görəsə, bir də görsən ki, bir adama o yaxşılıq elirsə, mən deyirəm ki, deyirlər o bilmədi, niyə elirsən? Deyir, mən onu eləmirəm ki. Mən savabım üçün eləyirəm. Mən eləyirəm, mən balalarımın qarşısına çıxsın, o bilməsin. Allah bildi ki, onu pis vəziyyətində mən onun əlindən tutdum. Amma mən ona görə eləmədim ki, o mənə sağ ol desin. Eləməsin. Mən ona görə niyə öz qəlbimi mərhəmət hissindən məhrum eləyim? Mən kiminsə o mənə acılıq eləyir, mən ona görə öz qəlbimi acılayım, ona kin saxlayım, yox. O gündə qalsın. Eybi yoxdur. Yəni o vəziyyətində, estağfurullah, o gündə yox. Yəni o öz içində nə qədər eləyirəm düzəlmir də. Deyirəm, gəl belə olaq, gəl düzəlmirsə özü bilər. Allah şəfasını versin. Allah şəfasını versin. Yenə deyirəm, hər kəsin Allah ürəyinə görə versin. Mənim qəlbim, ürəyim budur. Başqa cür ola bilməz. İndiyə qədər deyirəm, yəni bu cür yaşamışam, bu cürəm. Bundan sonra dəyişə bilmərəm mən. O gün ötən günlər verilişini məndən çəkmişdilər. Hətta paylaşdım. O qədər xoşuma gəldi o sujet. Nailə xanım bizim Nailə xanım Olxanova da indi. Hə. Orada qəşəng bir sujet hazırlamışdılar Salih bəylə. Orada o sujet bitəndən sonra təbii ki, indi təriflədilər. Yenə də o sujet illər nələr var idisə o sujetə yığılmışdı. Sonra Nailə xanım qayıtdı ki, o televiziyada işləyirdim. Mən televiziyaya gəlirdim konsertlərə. Dedim, Mələk xanım bu illər ərzində mənim gözümün qarşısında oldu. Mələk xanım, mən bir şeyə təəccüb qalmışam ki, o dəyişmədi. 45 il keçib üstündən. Bu adam dəyişmədi. Nə sənətə münasibəti dəyişdi, nə insanlara münasibəti dəyişdi. Yəni, necə var bu insan səmimiyyətlə, yəni o yəqin ki, başqa nüansları da vurğuladı da, təbii ki. Yəni, bu insan dəyişmədi. Dəyişmədim, çünki mən ailəmdə, mən belə görmüşəm. Məni uşaqlıqdan deyiblər, sən, demişəm, mən bu sənətdə olacam və uşaqlıqdan mənim beynimə, mənim tərbiyəmə belə bir söz deyil. Sən bu sənətdə olacaqsansa, sən belə olmalısan, belə olmalısan, belə olmalısan. Yəni ki, mən artıq bilmişəm ki, mən sənətdə olacamsa, yəni sənətdə olmaq nə deməkdir? Böyük bir məsuliyyətdir. O illər üçün bir xanım olaraq, bir qız uşağı olaraq özdə Bakıda, özdə tək bibimlə. Bəli, çox çətin və məsuliyyətlidir. Çox çətin və uşaqlıqdan bayaq dedim. Artıq 10 yaşından mən efirə get, 10 yaşından mən tək qarmon dərsinə get, ora get, tək tane öz ayağım üzərində dayanmışam. Bibim evdə olub. Mən tək ora, bura, o televiziya, bura. Amma mənim beynimdə, qəlbimdə, fikrimdə bir şey var. Tərbiyə, əxlaq, mədəniyyət, məsuliyyət, düzgünlük və bunlardan səmimiyyət, bunlardan kənara çıxmaq olmaz. Və o özümə də sərhədlərim var mənim. Təkcə insanlarla deyil, mənim özümə sərhədlərim var. O olmaz, o olmaz, o olmaz, o olmaz. Bu sərhədlər sizi yormayıb heç zamanla? Yormayıb, çünki mən bunlarla böyümüşəm artıq. Məsəl üçün, nə vaxtsa olmayıb demişsiniz ki,
kaş bu sərhədlərimi bu qədər eləməzdim. Bu mənə Yox, mane mən oldu. orada nə etmişəm axı ki? Xeyr, mənim üçün bu sərhədlərin dəyəri var. Bu nə sərhəddir ki, bəyən bunlar? Əxlaqi dəyərlərdir, milli dəyərlərimizdir. Bunlarda nə bir yəni şey var ki, mən deyim, ayla mən bircə bundan çıxım. Xeyr, əksinə. Mələk xanım, Məsuliyyətdir. Üzr istəyirəm. Yəni mən efirə çağırırlar, yarım saat tez gəlib otururam. düzdür. Həmişə deyirlər ki, Həmişə elə olur. siz xalq artisti. Nə olsun mən xalq artisti? Mən xalq artistiyəm. Mən 40 ilin, 45 ilin sənətkarıyam. Bu ayrı şeydir. Mən insanım, mənim məsuliyyətim var. Və heç vaxt da demirsiniz ki, nə oldu, mənə nə vaxt çağıracaqsınız, tez olun. Heç o Yox, sakit, səbirlə gəlmişəm. gözləmisiniz. Mən artıq bura aidəm. Bəli. Mən gəlmişəmsə, mən heç vaxtı da demərəm ki, məni bu vaxtda çağırmışdınız. Niyə başlamadınız? Bəli, Niyə heç vaxt olmadı? Xeyr. Mən artıq bu günümü, bu saatımı ayırmışamsa, mən o insanları heç vaxt narahat eləmərəm. Ki, nə oldu? O bilirsiniz, o artıq o deməkdir ki, yəni mən filan kəsəm, mən yox, elə şeylər mənlik deyil. İndi yaxşı mənada Və bu yenə də mən məcbur Buyurun, olaram buyurun, sizin sözü buyurun, kəsməyə. fikrinizi tamamlayın. Bayaq bir söz dediniz ha. Aha. Yəni ki, o əqrəbliyim tutacaq. Yəni əgər o mən görsəm orada hörmətsizlikdən doğur Aha. məni gözlətmək. Mən o biri dəfə çağırsa deyəcəm sağ olun, mənim vaxtım yoxdur. bəli, gülə-gülə. Bitdi. Bax bu belə olmalıdır. Ay yoxsa mən orada özümü göstərim ki, mən çıxdım, getdim, belə xeyr. Mən orada sağollaşacağam və gələn dəfə getməyəcəm. Bitdi, getdi. Bitdi, getdi. Çox gözəl. Ən gözəl Gəl bir, vurmadan bəli, ən rahat gözəl çıxış bir, yolu. bəli, çıxış yolu əlbəttə. Və adam başa düşəcək ki, Mələk xanım bizdən inciyib. Düşəcəksə ona görə əgər. gəlmədi. Bəli. Düşəcək. Düşməyəcəksə də mən də getməyəcəm. Qurtardı da. Bax illərdir özünüz də demişkən, Bir qurtum çay içəm. Bu da için siz qəşəng nuş isti şeyin, var. qonaq gəl bizənin pürrəngi çayından. İllərdir qulağınız, gözünüz alışıb təriflərə. Təbii ki, bu bir növ deyim insan onsuz da evdə tək böyüdülmüsüz bibi tərəfindən təriflənərək Tənqidi də böyüdülmüsüz. sevirəm, düzgün Elə tənqid. indi onu deyəcəkdim. Tənqidi bir yana, tənqid yaxşıdırsa o heç xoşdur. Düzgün. Bəs haqqınızda insanlar o hər adam da işığı sevmir axı. Adam var gözü qamaşır o işıqdan. Bəli. Haqqınızda mənfi danışılanlar qulağınıza gəlib çatıb, bilmisiniz bunu filan kəs filan şey deyir mənim haqqımda. Onda nə etmisiniz? Yəqin ki deyiblər, inanıram. Çünki çox işıq da çox adamın gözünü qamaşdırır. Çox deyilməyib. Çünki mən özümü nə bilim tərif eləməyim özümü. Nə deyim? Çox çatmayıb qulağıma. Çatmayıb. Yox. Çünki axı nə bilim gərək o qədər o nə bilim nə cür insan olsun ki, belə olmayan şeyi danışsın. Təbii, indi insandır da, xislətdir. Danışır. Valla olsa qıcıqlanaram. Aha. Əgər o şey o varsa, əlbəttə qıcıqlanaram. Nəyə görə? Qorxaram ki, ay Allah bildilər bunu. Və yaxud da ki, mən məsəl üçün bu işi gördüm və yaxud da nə pis iş indi hər hansı işdə indi bilmirik nədən danışırıq. Mən onda qıcıqlanaram ki, bunu mən niyə belə elədim ki, danışdılar. Və yaxud da ki, amma baxıram ki, boş-boş söhbətlərdir deyirəm. Əhəmiyyət vermirsiniz. Deməli, nədənsə danışır da, qoy danış. Çünki mən özüm vallah danışan deyiləm. Bax, and içmək istəmirəm ki, yəni həqiqətən səmimiyyətimə inanın. Aha. Kiminlə bax qonşum olur, bir dost oluram, harasa bir gedirəm. Yəni o insanlar bilirlər ki, mən heç kimin, bir oxuyan məndən soruşa bilməzlər. Bir hadisələrdən olan bitən bir kəlmə soruşa bilməzlər, soruşmurlar. Çünki xasiyyətimi bilirlər artıq. Bir adamla dost oluram, əvvəl gündən deyirəm, bax mənim xasiyyətim budur. Qəbul eləyirsənsə, yəni var da insan ki, elə otursun belə, demirəm qeybətçildir, maraqdır da. Maraq yaradır. Mən o marağı da, rəhmətli bibim həmişə hirslənirdi. Allah rəhmət eləsin. Hə, həmişə deyirdi, ay bala falan kəs. Mama nə tərsən? Yaxşısan? Hə, mama onları məndən soruşma. Sağ ol mama getdim. Dalımcan başlayırdı danışmağa. Mən bu qızla danışa bilmirəm, bir söz soruşa bilmirəm deyirdim mama qurban olum. Mən xoşlamıram da. Mən xoşlamıram belə şeyləri. Nə olar? Danışa qalırdı ki, deyirdim ki, eşitməyim də mama xoşlamıram. O bala o televizorda falan şey. Yaşlı qadın idi da. Hə, gedirdim də mama nə olar məndən danışma deyir. Mən negativ baldızım ya indi doğmalar oturuq bir şey. Bir də görsən danışır.
belə, ay, Mələk xanım burdadır. Yox, danışmadıq. Negativ danışmayın, deyirəm, nə olar, danışmayın da, istəmirəm negativ. Niyə görə xarab eləyirik də öz belə? Gül kimi keyfimizi, öz enerjimizi niyə xarab eləyirik? Kim neynədir? Özü bilər də. Özünüzü şanslı hesab edirsiniz? Şanslı insan. Eləyirəm. Yəni, ən birinci şansınız bir-birinizə verilməkdən başladı, belə başa düşürəm. Yox, onu, nə bilim, onu şanslı istəmirəm. Mən elə hərdən düşünürdüm, kaş valideynlərimin yanında olardım. Çünki hər düşünəndə kövrəlirəm. Bilirsiniz, onu düşünmürəm ki, nə yaxşı mən getmişəm. Mən o tərəfini düşünmürəm. Öz ucalığımı düşünmürəm ki, nə yaxşı getmişəm. Mən orada belə olmuşam, tanınmışam. Yox, mən o şeyi düşünürəm ki, mən orada anamla, atamla yaşayardım. Mən orada doğmalığı görərdim. Mən bacımla, qardaşımla o hissiyatı yaşayardım. Mən onu düşünürəm. Başlayıram ağlamağa, sonra deyirəm ki, yox. Yəni Allah bu cür yazıb da. Yəni bütün hamısı da tam olmur ki, bir yerdən almalıdır ki, bir yerdən versin. Bilmirəm, bəlkə başqası düşünər ki, nə yaxşı elə getmişəm, elə belə olmuşam. Amma mən yox. Yaxşı, ən böyük şansınız sizcə deyirəm, kaş nədir? heç bəlkə də Mələk xanım olmazdım, amma anam, atamla bir yerdə olardım. Bacı, qardaşım, o doğmalığı, o hissiyatı yaşayardım. Onlarla bir yerdə ayaq yalın böyüyərdi. Nə bilim. Amma yəni bu tərəfində xoşbəxtliyi var. Orada yaşasaz da mütləq ki, nəsə çatışmayan bir şey olacaq. O da nətər olacaqdısa gəlib çıxacaqdım da. Yəni bir Allah alın yazısı da yazıbsa. Yaxşı, ən böyük xoşbəxtliyinizi nədə görürsüz? Ən böyük xoşbəxtliyimi onda görürəm ki, Allah Taala mənə, mənim yoldaşım kimi bir insan qarşıma çıxardı. Və əmin idim ki, onu deyəcəksiniz. Təbii, çünki mənim bir xanım ailədən yarayanda ən xoşbəxt olur. Çünki mən uşaqlıqda onların göz qarşısında böyümüşəm. Onun əmiləri dövlət insanı olub, dövlət adamları olublar o vaxtı. Yəni onlar uşaqlıqdan mənim sənətimi görüblər. Onlar məni yəni bu səhnədə o vaxtı da təbii ki, mənim ən çox bəlkə də o qoruyucu bir qüvvələr kənarımda hamı bilib ki, mənim qohumlarım, yəni kimlərdir? Yəni biz hələ evlənməmiş. Çünki bizim uşaqlıqdan onun əmləri hamısı Şamaxlı olublar. Atamgilin məhləsində böyüyüblər onlar, sonra təbii ki, dövlət adamları olublar və onlar biliblər ki, Aşıq Məzahirin qızı, belə gözəl səsi belə filan məni yönəldiblər ki, biz sənin dayağınıq, bildiniz? Uzaq qohum düşürdülər də sizə? Qohum yox, bir el oba. Bəli. Və sonra da yoldaşımın da bacısı mənim xalam oğlu ilə evləndi və mən o ailədə böyüdüm. O ailədə qaynanamın elə qızı kimi, xala kimi belə böyüdüm. Onlar məni bəslədilər elə bil ki. Həqiqətən və sonra da o ailəyə elə gəlin oldum. Və həqiqətən də belə bir gözəl ailənin, belə bir ailə dəyərlərinə hörmətlə yanaşan, ailədə birlik, ailədə mehribançılıq olan bir ailə gəlini oldum mən. Bax, bunu mən həyatımda böyük bir şans və məni sənətə imkan verdilər olar ki, sənətdə də olum. Yəni, mənim üçün, bilirsiniz, bəlkə çox vaxt deyəndə inanmırlar. Deyirlər ki, yəni o vaxt hamı deyirdi ki, ailəyə neynirəm, tək ki, sənətə gəlim. Amma mən həmişə deyirdim ki, mənim gözəl ailəm olsa, mən sənətə getmərəm. Mənə desə getmə sənətə, mən oturaram, tək ki, mənim ailəm olsun. Nədən irəli gəlirdi? Çünki mən o qədər tək qalmışdım ki, mənim üçün ailə o qədər dəyərli idi ki, mən hər zaman deyirdim ki, mən necə yəni birdən səhnəyə gedərəm, ailəm olmaz, mən yenə də ömrüm boyu tək olaram. Çünki görürdüm də, o vaxtı görürdüm bu sənət aləmində olan bütün xanımlar tək olurdu da. O vaxt ailə qura bilmirdilər, istəyir bəstəkarlar, istəyir xanım xanəndələr, hamısı ailəsiz idi, tək idi və mənə qorxudurdu. Ki, necə ola bilər, mən yox. Əgər icazə verməsəm, mən tək ailəm olsun, isti ocağım olsun. Amma görürsünüz, Allah Taala nə yaxşı ki, hər ikisini mənə nəsib elədi. Yəni bunu mən təbii ki, Allahın bir şansı, bir xoşbəxtliyi hesab eləyirəm. Mələk xanım, bugün qızlara məsləhət verəsi olsaz,
İndi öz qızlarınız şükür Allah ailəsində qruplar, amma onların da timsalında bir gözəl ailə xanımı kimi nə məsləhət görərdiniz qızlarımıza, bizi dinləyən dinləyicilərimiz arasında xanımlar varsa, istəyir ailəsində problemi olan, istəyir nə bilim ailə qurmağa hazırlaşan, istəyir ailə qurmaqdan çəkinən, yəni bir gözəl bir ailə xanımı kimi nə məsləhət verərsiniz? Nəyi düz eləmirik bu zamanda? Təbii ki, mən deməzdim ki, indi çətindir, həmişə çətin olub. Həmişə çətin olub ailə qurmaq. İndi də istər oğlan, istər qız üçün. O vaxtı təbii belə idi ki, onun çətinliyi onda idi ki, ailələr müdaxilə eləyirdi. Bəli. Yəni o gənclərə imkan vermirdilər çox vaxt. Özləri kim istəyirdi onu alırdı, kim istəyirdi verirdi. Yəni onlar üçün ailə qərar verirdi. Bəli. Çox pis idi, yəni. Kimi üçünsə bəlkə yaxşı idi, bəlkə kimsə qəbul edirdi. Tək ki anam, atam məni evləndirir və yaxud ərə verir. Hə, gedirdi. Amma adam vardı, danışa bilmirdi və gedirdi, bədbəxt olurdu və o bədbəxtliklə də ömrünü başa vururdu. Həmişə çətin olub, həmişə problem olub bu ailə məsələləri. Amma indiki müasir zamanımızda, mən dediyim kimi, mənim də artıq 3 evlad yer-bəyər eləmişik. Bəli. Allah xoşbəxt eləsin hamının balalarını, bizimkini də. Mənim bilirsiniz, ümumi belə məsləhətimi bir həm ana kimi, həm qaynana kimi, həm gəlin kimi, hər tərəfli. Və özümdən danışım, mən bir qaynanayam. Mən gəlinimin işinə qarışmıram, ailəsinin işinə qarışmıram. Mənə ehtiyacları olarsa, mən məsləhətimi verərəm. Bilirsiniz nəyə görə? Əgər bir ailənin kökündə bu ailə, bu evladı doğru düzgün yetişdiribsə, doğru düzgün, ona tərbiyə veribsə, savad veribsə, onu yetişdiribsə, o oğlan və yaxud da qız biləcək ki, öz yolunu özü müəyyən eləyəcək. Təbii ki, kökündə onun düzgün tərbiyə, düzgün yol verilsin ki, bala uşaqlıqdan, necə ki mən istər oğlum, istər qızım uşaqlıqdan, bu, mən onun işinə qarışmıram. O kimi getdi, sevdi, seçdi, mən ona artıq hörmətlə yanaşıram. Çünki bilirəm mən necə uşağı yetişdirmişəm. Bəli. O bilir ki, kimin evladıdır və o uşaqlıqdan beynində saxlayıb ki, mən kiminlə evlənməliyəm, kimi almalıyam, hansı bir qızı. Bildiniz, mən bunu belə başa düşürəm. Və evləndilər də, mən onların işinə qarışmıram. İkisi də ağıllı, savadlı, artıq hər işini bilən insanlardır. Mən onların işinə nəyə qarışıram? Kənardan baxıram, özləri öz ailələrini idarə eləyirlər. Səhv də olarındır, düz də olarındır. Səhvdən də nəticə çıxardırlar. Səhv olmasa, əgər o səhvi, bizdə belədir, valideyn qoymur uşaq səhv eləsin. Qoymur uşaq yıxılsın. Yıxılsın ki, qalxmağı öyrənsin də. Mənim balaca oğlum, Allah yenə deyirəm, hamının balasını saxlasın, 21 yaşı var. Mən ona yol göstərəndə deyirəm ki, çətinliyə düşdün, qorxma. O çətinlikdən əziyyətlə də olsun, mən çalışmıram onu özüm çıxardım, qoy özü çıxsın. Özü çıxmasa bu həyat yolunda necə addımlayacaq o? Elə hamısından mən onu, bax, bəla odur ki, valideynlər uşağı qoymur. Elə hər dəfə tutur, olmadı ki elə. Sən onu bəs böyütdün də artıq. Qoy indi özü düşsün çətinliyə. Pul çətinliyinə də düşsün. Mənim oğlum həmişə deyir ki, mama, məsəl üçün nə qədər tutaq pul itirər də biznesmendir. Deyir, mama, mən onu itirməsəm, mən onda biznesmen deyiləm ki. Mən onu itirməliyəm ki, mən bilim onu. Aha, itirdim, mən onu necə qazanım, necə... Yəni, hər şeyin yolu budur da. Sən bu günləri çətinliyə düşməsən, bəs o düzgün yola necə tapacaqsan? Biz valideynlər imkan verməliyik. Biz yalnız nəzarət eləməliyik. Özü düşməlidir, özü də qalxıb və o düzgün yolun sabah, o xoş günün qədrini də bilməlidir. Yoxsa hər şeylə rahatlıqla olmaz elə. Və gənclərimiz də bir-birini anlayışla. Mən bu yaşımda, yeni yoldaşım nədir, onun sözündən oturub dururam ki, hə, bu belədir. Anlayışlı yolla. Bilirsiniz, ən azından kişidir. Kişi xaylağıdır qarşında. Və yaxud da ya kişi xanım. İndi elə bir zamandır ki, yəni bərabərlikdir. Olsun bərabərlik o demək deyil ki, elə
Mən nə dedim odur, o da nə dedi odur. Elə deyil. Elə bərabərlik odur ki, bir-birinizin sözü bir-birinizin uyğun gəlsin. Boğazından keçsin. Mən ailələrimizdən də, balalarımdan da görürəm. Yəni bayaq danışırdıq. Deyirəm ki, hərdən tanımıram. Yəni mən evladıma deyirdim ki, bu belə deyir. Yox mama belə deyirəm. Gör nə yaxşı. Bəli. Artıq çünki onun yoldaşı ona nə yol qoyursa, görür düzgün yoldur. Bəli, biz bunu belə eləməliyik. Burada nə deyir? Ona təzyiqlə demir ki, bu belə olmalıdır. Yox. Yumşaq sözün deyir, bu belə olmalıdır. Gəl bunu belə eləyək. Anlayış olsa, bir-birini başa düşürmə olsa, inanın ki, heç vaxtı olmaz, o səhvlər olmaz, davadalaş olmaz. Bir-birini o mənəm olmamalıdır. Siz artıq ailəsiz. Burada evlatlar olacaq, sabah evlat böyüyəcək və siz necə örnək olacaqsınız öz evlatlarınıza. Uşaq da baxır ataya, anaya elə böyüyür də. Hə, görsən baxıb, indi də onlar o cürdür. Deyir ki, mama, biz sizi həmişə belə mehriban gördük evdə. Belə gördük və necə görür? Bəli. Elə də onu öz ailəsinə gətirir də. Mən böyük qızım, yoldaşım ki, o indi elə sahənin işçisi idi ki, gördüm, gəlirdi, evdə sakitlik lazımdır da. Hər zaman deyirdim, uşaqlar sakit olun. Mən evdə olanda, olmayanda da indi kim var evdə həmişə. İndi bir dəfə qızım yerə getirir, mama sakit ol. Deyirəm ki, deyirəm, bala incimirəm, düz deyirsən. Yəni belə görüb də ki, həyat yoldaşına rahatlığını təmin eləmək. Yəni sakit olun, o məsəl üçün dincəlir. Nə cür görürlər, o cür götürürlər. Mən bir səhv olanda, nə olanda mən həmişə düz deyib qınamıram, amma yenə də qınaq yeri ailədir ki, yəni necə böyütmüsən, necə vermisən o tərbiyəni, o yolu necə göstərirsən, elə də olur. İndi bir şey də var, nanəcim də olur. Görürsən, yaxşı ailənin belə evladı da olur, belə də olur falan. Onlar da indi heç, onlardan danışmırıq. Biz əsas yəni ondan danışırıq ki, belə olmalıdır. Mən heç kimə yol göstərmirəm, məsləhət veririk sadəcə yəni mən özüm düşündüyümü, yəni bu cür anlayıram, bu cür ailəmdə bu cürəm və Allah'a şükür də ki, hər şey yaxşıdır. Nə yaxşı ki, bu cürsüz. Biz yavaş-yavaş yekunlaşdırırıq. Mələk xanım, o qədər xoş və səmimi söhbət oldu. Doğrudan da mən heç belə danışmadan saatlarla sizi dinləyə bilərəm. Çox gözəl söhbət, səmimi, rahat danışdıq. Dinləyicilərimizə əminəm ki, çox maraqlı söhbətlər getdi çatdı. Sağ olsunlar ki, bizi dinlədilər, dinləyənlər, sağ olsunlar. Təşəkkür edirik gəldiyinizə görə. Çox sağ olun. Vaxt ayırdığınıza görə. Bu yeni ildə xalqımıza, millətimizə gözəl söhbətlər bəxş etdik. Allah sizin də yeni ilinizi gözəl gətirsin. Xeyirli dualarınız, o arzularınız var. Hamısı bu ildə Çin olsun inşallah. Hamımızın arzusu. Allah kimin ürəyində nə arzusu var, diləyi var, istəyi var, istəyir özü ilə bağlı, ailəsi ilə bağlı, rozası ilə bağlı, balaları ilə bağlı. Allah hamısını həyata keçirsin, hamı sevinsin. Amin inşallah. Təşəkkür edirəm. Çox sağ olun. O dəyərli vaxtınızı ayırdığınıza görə sizə minnətdarlığımızı bildiririk. Səmimi söhbətinizə görə bu rahat şəraiti yaratdınız ki, rahat söhbətimiz deyil. Çox sağ olun. Əslində şəraiti siz yaratmışsınız burada qəşəng. İsti otaq oturmuşuq. Çay qarşımızda, pürrəngi çay, söhbət eləyirik gözəl xanımla, Güləriz xanımla. Çox sağ olun. Qarşılıqlıdır. Çox, yəni mən sevmədiyim, orada dəyər görmədiyim, o insanlardan gözəl enerji almadığım yerə gedə bilmirəm. Ona görə artıq keçən ildə mənə dəvət bu il dəvət etmişdiniz belə. Yəni 25-də deyək də, keçən il deyək də bir ay öncə. Hadi, keçən ildə 5 gün keçib üstündən, hə. Yəni ki, mən bax bura artıq ikinci dəfə də gələm. Yurd FM özünü təsdiqləyib, çox sevilir. Çox sevilir Yurd FM. Çox sevilir. Yəni hər kəs harda maşında əyləşirsən, hamı Yurd FM-ə qulaq asır. Yavaş-yavaş millətimizin, xalqımızın duyğuları, musiqisi, yurdumuzun o yurd insanlığı geri qayıdır. Çünki biraz belə çalxalanma var idi. Yavaş-yavaş artıq insanımız təzədən özünə qayıdır ki, bizim musiqimiz budur. Biz bunu sevməliyik, bunu dinləməliyik. Bu həmişə belə olub, əlbəttə ki. Çünki bizim Azərbaycan xalqımız, bizim millətimiz hər zaman milli dəyərlərimizə, muğamımıza, musiqimizə
hörmət eləyən, belə qiymət verən insanlardır. Bizdə xiridarlarımız var. Bilirsiniz, ona görə o elə belə ələnir. Bunlar da lazımdır. Amma heç vaxtı bizim millətimiz qoymaz ki, bizim musiqimiz, muğamımız, bizim bu milli dəyərlərimiz itib batsın. Ola bilməz. Batmaz inşallah. Ola bilməz. Bir daha təşəkkür edirəm mən sizə. Allah sizə can sağlığı versin. Sağ olun. Xoşbəxtliyiniz daim olsun inşallah. Qarşılıqlıdır, deyirik. qarşılıqlı.